Kəlbəcər sözü qədim türk dillərində çay üzərində qala mənasını bildirir. Kəlbəcər rayonu ərazisində qədim insanların məskunlaşma tarixi 30 min ildən artıq bir dövrü əhatə edir. Qafqaz regionunda ən qədim insan məskənlərindən biri olan Zar mağarasından qədim insanlara aid əmək alətləri aşkar edilmişdir. Kəlbəcərin dağları, yaylaqları, bulaqları, gür sulu çayları müasir Azərbaycanlıların əcdadlarını bu torpağa bağlayan təbii nemətlərdir. Kəlbəcərin əsrarəngiz təbiəti öz möhtəşəmliyi ilə hər birimizi valeh edir. Kəlbəcər dağlarında yerli əhalinin dəvə gözü daşı adlandırdığı zəngin obsidian yataqları vardır. Kəlbəcər rayonu ərazisində Qaragöl və Zalxa gölləri ərazisindən, həmçinin Pəreçinqılı yaylağından, Qoçdaşdan 6000 illik yaşı olan qayaüstü rəsimlər və yazı nümunələri aşkar edilmişdir. Kəlbəcər yaylaqlarında tapılmış insan, at və qoç heykəlləri buranın yerli əhalinin Azərbaycan türkləri olduğunu bir daha təsdiq edir.